Niyə Almanya, İtaliya, Fransa, Lüksemburq, nə bilim, Litva, Polşa yox da İskandinaviya ölkələri? Çünki bura soyuq olmağına baxmayaraq insanlara qarşı sosial güvəncə, dövlətin yardımı və rahatçılıq tərəfdən mən deyərəm ki, Skandinaviya Avropanın gözüdür. Həqiqətən. Yəni insanların sayı da o qədər çox deyil, əhalisi azdır. İsveçdə səhv eləmirəmsə 10-11 milyon falan belə, Danimarkada səhv eləmirəmsə 6 milyon yarım falan. Tam dəqiq rəqəmlər deyil, mən bunu bilmirəm. Avropanın gözüdür. Çünki Danimarkaya gəldim. Yəni Danimarkada ən çox xoşuma gələn villalardır. Yəni hər kəsə baxırsan ki, villa, həyət evləri, villalarda yaşayırlar. Bizdə kimi 2 mərtəbə, 3 mərtəbə, 5 mərtəbə, nə bilim, yəni beləsə bir şeylər yoxdur. Xırda villalardır, 2, yəni ailə bölümünə görə 3-4 otaq ola bilər. Çox insan 1 və ya 2 studiyada, yəni insanlar yaşayırlar. Zaten çox böyük evin olmağında nə mənası var? Biz artıq öyrəşmişik ki, gərək bizim evimizdə 4-5 otaq olsun. Onu da artıq tikənə kimi 50-60 yaşımız olur. Cavanlığımız, ömrümüz gedir. Bu psixologiyada hər zaman qalmışıq. Bu yaxşı bir şey deyil. Yəni kiçik daxmam olsun. Əsas o ki, insanlar xoşbəxt olaq. İnsanlar, yəni öz vətəndaşlarıma ən birinci arzuladığım ki, xoşbəxt olun. Yəni özünüzü harda rahat hiss edirsinizsə, orada yaşamağa çalışın. Mən inşallah bundan sonra artıq Danimarkada yaşamam. Bundan sonraki gələcəkdə də düşünürəm. Yəni mən artıq burada hər şeyimi planlaşdırmalı qərar vermişəm. Oturumu başvurmuşam, indi oturumu gözləyirəm. İnşallah gələn günlərdə yaxşı bir nəticəm olacaq. Buna ümidliyəm. Dövlət sənə yardım eləyir, hər tərəfdən sənə yardım eləyir. Əgər misal üçün sənin bəlirli maaşın varsa, o maaşın sənə il sonunda geri dönüşü də var. Çünki orada bəlirli vergi versən, o vergidən sənə il sonunda dönür. Əgər az maaşdırsa, ola bilər ki, sən verəsən il sonunda. Normal əgər maaş varsa, o limit ki var, o limitə əgər sən keçəcəksənsə, il sonunda dövlət baba sənə o pulu qaytarır. Və bir şey də var, yol. Əgər sənin iş yerin, misal üçün deyirəm ki, evdən harda registrasiyada, harda qeydiyyatdasansa, evlə iş yerinin arasında 24